Realdasınız, biz sizə Bayıl stadionundan xəbər veririk. Bugün amputant futbolu üzrə Azərbaycan seçməsi Millətlər Liqasının C qrupu çərçivəsində ikinci maçına çıxdı. Rəqib isə İsrail yığması idi. Komandamız İsraillə heç-heçə etdi. Oyunla bağlı təəssüratları bizə komandanın baş məşqçisi Ramil Həbibov bildirəcək. Ramil müəllim, xoş gördük sizi. Oyunla bağlı təəssüratlarınızı bilmək istəyirik. Oyun özünüz gördüyünüz kimi çox ağır keçdi. Biz rəqibdən üstün olsaq da rəqib qapandı öz qapısına. Bizə də imkan vermədi futbol oynamağa. Özləri də oynamadılar. Ancaq mən düşünürəm ki, bu elə bizim üçün yaxşı oldu ki, gələcək oyunlarda da rəqiblər bizi ilə belə oynayacaqlar. Hamısı qapanacaq. Biz buradan indi nəticələr çıxardıb inşallah gələcək oyunlarda qalib gələcək. Qrup mərhələsi çərçivəsində bizi daha bir oyun gözləyir. Rəqibdən 2 oyun gözləyir. Bəli. Niderland seçməsi ilə oyun var birinci. O barədə nə fikirləşirsiniz? Birinci oyunumuz sabahdır. Niderland saat 11-də Niderlandla oynayacaq. Bir də axşam saat 5-də Ukrayna ilə oynayacaq. Gözləntilər nələrdir ümumi olaraq? Yenə də deyirəm, bizim takımımız inşallah güclüdürlər. Uşaqlar güclüdürlər, güvənir yollara. Biraz qol atmaqda biraz problemlərimiz var. İndi onun da üzərində düzdür, indi gecdir, turnir başlayıb, çempionat gedir. Ancaq indi başa salaraq taktiki uşaqlar biraz düzəltsinlər özlərini. Təşəkkür edirəm. Təşəkkür edirəm. Çox sağ olun Ramil bəy. Xatırladım ki, müsahibimiz amputant futbol üzrə milli komandamızın baş məşqçisi Ramil Həbibov idi. O bizə İsraillə olan görüşün təəssüratlarını bizimlə bölüşdü. Qeyd edək ki, Azərbaycan seçməsi Millətlər Liqasının C qrupu çərçivəsində İsraillə heç-heçə etdi. Mənim bu saata çatdıracaqlarım bunlar idi. Siz isə Realı izləməyə davam edin.